Son günlər aramsız yağan yağışlar Qusarda da ağır fəsadlar törədib. Qusarın Gündüzqala kəndindən keçən quru çaya sel gəlib. Nəticədə kənd sakini 29 yaşlı Fariq Rəsulovu sel aparıb. Rayonun Gündüzqala kənd ərazisindən keçən quru çayda faciəli hadisə baş verib. İntensiv yağıntılar nəticəsində çaya gələn sel kənd sakini 29 yaşlı Fariq Fəridoğlu Rəsulovu aparıb. Sel gəlib güclü. İndi bir nəfər də eşitdiyimə görə sel aparıb da o uşağı. Belə ki, bir bədbəxt hadisədir. Hər su gəlir bu çaya yoxsa? Yox, bu ikinci dəfədir. Bundan beri 3-4 gündə qabaq gəlmişdi. O da çox güclüydü. Bu ondan da güclü gəldi. Hazırda bu dəqiq bu güclənir. Get-gedə belə getsə ehtimal çoxdur, bu kirpi də aparmaq lazımdır. Çoxalır. Düşüb, necə işdir zaten? Ya orada yuxarıda deyirlər işləyir deyir, valla deməyini elə deyirlər. Orada işləyir deyir, orada qıraqda deyir, sürüşüb gedib deyir. Hadisədən dərhal sonra ərazidə axtarışlar başlanıb. Müvafiq qurumların əməkdaşları tərəfindən aparılan axtarış tədbirləri nəticəsində itkin düşən şəxsin meyidi aşkarlanıb. Qıraqda dayanmışdıq biz hamımız, baxırdıq da selə, kömək etməyə ehtiyac yox idi. O birinci dəfə sürüşdü, güclə tutub çıxartdıq biz. İkinci dəfə sürüşdü, çatdıra bilmədik. O daşdı, çayın qırağı daşdı, torpaqla bir yerdə getdi. Qaçdıq, bütün kənd dalınca qaçdı, tuta bilmədik də. Axırı da belə oldu. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, son günlər bölgədə müşahidə olunan qeyri-sabit hava şəraiti bir sıra ərazilərdə sel və torpaq sürüşməsi ilə bağlı təhlükəli vəziyyət yaradıb.